Gəl səni Samsungun 2025-ci il OLED nəsli üçün hazırladığı əsas modeli ilə tanış edeyim. Samsungun Premium OLED segmentinə daxil olan bu modeli 77 düymlük böyük ekranı və eyni zamanda QD OLED texnologiyasının verdiyi üstünlüklərlə evdə vizual təcrübəni yeni səviyyəyə qaldırır. Bu modeldə ekranı formalaşdıran hər piksel ayrı-ayrı işıqlanır. Bu sayədə qara rənglər tam dərinlikdə görünür. Kontrast çox yüksək olur və rənglər real həyatda necədirsə, eləcə də əks olur. Modelin güc mərkəzində Samsungun yeni nəsil NQ4 AI prosesoru var. Bu prosesor hər görüntünü avtomatik səhnəyə uyğun olaraq optimallaşdırır. Kəskinlik, parlaqlıq və detallar süni intellekt tərəfindən real vaxtda tənzimlənir. Tizen əməliyyat sistemi ilə işləyən smart platforma çox sürətli açılır. Tətbiqlər problemsiz işə düşür. Səs sistemi də görüntü qədər iddialıdır. Televizorun 4:2:2 kanallı ümumilikdə 70 watt gücündə dinamikləri səhnələri daha dolğun hiss etdirir. Səs effektləri məzmunla sinxron işləyir. Dialoqlar aydın eşidilir və ümumi audio balansı isə premium səviyyədədir. Dizayn tərəfi də azı görüntü qədər cəlb edicidir. Qurğunun gövdəsi çox incədir, vizual olaraq minimalistik görünür. Kabel idarəsi üçün ayrılmış modul sistemi bütün bağlantıları bir qutuda toplayır. Beləliklə televizor divarda tam səliqəli görünür, kabellər gözə dəymir. Gündəlik istifadə ilə yanaşı böyük ekranı, yüksək cavab sürəti və OLED kontrastı ilə oyun oynayanlar üçün də ideal seçimdir. Üst səviyyə panel quruluşu və stabil işləmə mexanizmləri bir araya gəldikdə model uzun müddətli istifadə üçün etibarlı seçimdir.